Zülaya xanım bizə Qax rayonundan müraciət etmişdir. Birinci dəfə biz sizə baxmışıq 2023-cü ildə. Bəli. 2023-cü ildə müayinə zamanı Qaxanvari vəzin sağ bayında belə bir kist aşılanmışdı. Bu Qaxanvari vəzin içərisində kistadır. Sağ bayda böyük bir ölçüdə kistaydı. Və biz öncə bir kurs müalicə yazdıq. Qalan müalicəyə baxmayaraq kistanın içərisində çıxılma baş vermədi, həzmi balacalaşmadı və ona görə psixoterapiya müalicəsini planlaşdırdıq. Və növbəti müayinə zamanı artıq biz psixoterapiya müalicəsini tətbiq etdik. Psixoterapiya nədir? Müayinəni çəkirik və müayinə çəkdikdən sonra içərisində spit dururuq. O da vaxt oldu sizdə? İyun ayında oldu, 2023-cü ilin iyun ayında. Ondan sonraki təkrar müayinədə isə biz həmən nahiyəni üzü müayinəsində təkrar baxdıq və həmən nahiyədə hansı bir kistaya bağlı dəyişiklik qeyd olunmadı. Bu da həmən müayinənin təkrar görüntüsüdür. Bugün təkrar müayinə gəlib, artıq 2 ilə yaxındır və yenidən əmələ gəlmə yoxdur. Tam müalicə tabi olur. Burada psixoterapiyanın effektivliyini göstərir. Bəli, belə kistod bildiğiniz yollarda psixoterapiya ən doğru seçimdir. Bir də narahatçılıq yoxdur ki? Yox, çox sağ olun. Onda sizdə şirik var idi, sağ boyda həmdə. Bəli, var idi. Haydi böyle şirik vardı, aparılan müalicə birinci dəfə effekt vermədi, sonra bu müalicəni seçdik. İndi bugün də bir marşrutu gətirib gəlmişsiniz. İnşallah, bəli, gətirmişəm. İnşallah Allah ona da səbəb salar. Çox razıyam, Allah canınızı sağ eləsin, ömrünüz uzun olsun. Allah kömək olsun.